Paylaşdığım story ilə bağlı, yəni uşağın ağzının açıq yatması ilə bağlı bir sual aldım direktə və ona video şəklində cavab verməyə qərarına gəldim ki, eyni problemlə qarşılaşan valideynlər üçün bir dəstək olsun. Deməli, problem bundan ibarətdir ki, uşağın 7 yaşı var və yaşıl axıntıları var burnundan. Ümumiyyətlə, burun ətini kəsmək lazımdırmı kimi bir sual verildi. Əgər uşaqda təsdiqlənmiş adenoidit varsa, yəni burnunda ət varsa və lor həkim sizə burun ətini götürməyi, yəni əməliyyat etdirməyi məsləhət görürsə, eyni zamanda uşaqda dediyim kimi yaşıl axıntılar, xroniki, davamlı axıntılar varsa, bu axıntılar onun həyat keyfiyyətini pozursa ki, pozur, yəni axıntı varsa artıq burun tənəffüsünün pozulması da deməli var və burun tənəffüsünün pozulması varsa, uşaqda ağız tənəffüsü məsələsi ortaya çıxır. Yəni ağız tənəffüsü isə yəni biri var xəstəlikdən olsun, bir də var davamlı burun ətindən dolayı olsun. Gecə yatmağa da imkan vermir. Yəni gecə ərzində də ağzı açıq olur. Həmin uşaqlarda da gündüz saatlarında da burun tənəffüsü pozulmuş olur əksər hallarda və gündüz saatlarında da ağzı açıq gəzirlər və nəticə etibarilə uşağın dişləmi dəyişir. Uşağın damaq forması dəyişir, damaq dərinləşir və uşağın ümumi görüntüsünü çirkinləşdirir. Bəli, çirkinləşdirir, eybəcərləşdirir. Adenoid sifət dediyimiz bir mənzərə ortaya çıxır və sırf buna görə eyni zamanda da burun tənəffüsü pozulmuş olduğu zaman uşaqlarda zamanla hipoksiya əmələ gəldiyinə görə, yəni beyində oksigen təminatı və ümumiyyətlə bütün bədənində oksigen təminatı pozulduğuna görə onu əməliyyat etdirmək mütləqdir. Yəni bu bizim seçimimiz deyil, bu artıq protokol üzrə və uşağın mövcud vəziyyəti üzrə həkiminizin verdiyi qərardır. Bu qərarı pediatr verə bilməz. Pediatr sizi sadəcə dediyiniz şikayətlərə görə yönləndirə bilər və uşaq sağlam ikən, sağlam olduğu zamanlarda lor həkimin müayinəsindən keçərək artıq sırf lor həkimin təyinatı ilə əməliyyat olunmalıdır. Yenə deyirəm, hər vəziyyət özəldir. Hər axan burunda burun əti olmur. Hər burun əti əməliyyat etdirəcək qədər iri olmaya bilər. Və yenə deyirəm, təkrarlayıram, bunun qərarını savadlı, vicdanlı lor həkimi verməlidir.